Salam, məndən Artenin keçirdiyi sertifikasiya sınaq imtahanının, biologiya üzrə sınaq imtahanının suallarının izahını istəmişdiniz. İndi onların izahını verəcəm. Ali bitkilərdə yarpaqların müxtəlif formalı olmasını hansı elm sahəsi öyrənir? Və burada müxtəlif forma dediyinə görə söhbət formadan gedirsə, bu olacaq morfologiya. Çünki morfologiyanın tərifini verəndə deyirdik ki, canlıların daxili və xarici quruluşunu öyrənən elmdir. Burada da söhbət yarpaq formasından gedirsə, deməli cavab olacaq morfologiya. Yarpaqların hazırladığı üzvü maddələr kökə doğru gövdənin hansı hissəsi ilə axır? Üzvü maddələrin hərəkəti ərəyə bənzər borular, yəni floema boruları vasitəsilə həyata keçirilir. Floema boruları isə gövdənin qabıq qatında yerləşir. Qabıq qatının daxili hissəsində yerləşir, daha dəqiq desək, bu isə floema qatı adlanır. Deməli, doğru cavab olacaq floema. Hansı heyvanların xarici skeleti yoxdur? Qohum ayaqlılığının bütün nümayəndələrində xarici xitin skelet var. Həmçinin də həşəratlar və xərçəklər qohum ayaqlılar sinfinə aid olduğu üçün onlarda da bu şəkildədir deyəcəyik. Foraminiferlər və radiolarilərdə 7-ci sinif dərsliyində onların adı keçir və kirəç çanağa malik olduğunu göstərir. Sarkodinlər sinfinin nümayəndələridir. Başı xordalılar isə xordalılar tipinə aiddir. Onlarda daxili ox skeleti xorda olur. Deməli, xarici skeleti yoxdur. Hansı aləmin nümayəndələrində çox hüceyrəliliyə təsadüf olunmur? Bakteriyalardan başqa bütün aləmlərdə çox hüceyrəlilik var. Yalnız bakteriyalar aləminin bütün nümayəndələri bir hüceyrəlidir. Onlarda çox hüceyrəliliyə təsadüf olunmur. Şagirdlər təcrübə üçün şüşə qaba, bitki, əhəngli su yerləşdirdikdən sonra ağzını bağlamış və qaranlığa qoymuşlar. Müəyyən vaxt keçdikdən sonra əhəngli suyun bulandığı aydın olmuşdur. Bu zaman onların öyrəndikləri prosesi və istifadə etdiyi tədqiqat üsullarını müəyyən edin. Əhəngli suyun ayrılması, daha doğrusu əhəngli suyun bulanması karbon qazının hesabına baş verir. Karbon qazı isə tənəffüs prosesində ayrılan qazdır. Deməli, burada şagirdlər təcrübə apararaq tənəffüs prosesini müşahidə etmişdirlər və demək, o zaman burada prosesin adı olacaq tənəffüs və metod olacaq eksperiment və hər bir eksperiment təbii ki, müşahidə ilə müşayiət olunacaq. Buna görə də cavab olacaq tənəffüs, müşahidə və eksperiment. Uyğunluğu müəyyən edin. Tropizm, taksis, refleks. Bunlar tropizm və taksis qıcıqlanma nəticəsində meydana çıxan hərəkət formalarıdır. Refleks isə heyvanlarda yalnız müşahidə olunur, özü də çox hüceyrəli heyvanlarda. Refleksin tərifi belədir ki, orqanizmin sinir sistemi vasitəsilə qıcığa verdiyi cavab reaksiyasıdır. İndi baxaq, xarici qıcığa qarşı bir hüceyrəli heyvanın yer dəyişməsi. Bir hüceyrəli heyvanlarda refleks olmur, çünki onlarda sinir sistemi yoxdur və onların bu cür hərəkəti, yəni bütöv bir hüceyrənin hərəkəti bu taksis hesab olunacaq. Deməli, A aiddir 2-yə. Xarici təsirlərə qarşı orqanizmin istiqamətlənmiş yer dəyişməsi həm tropizm, həm də taksis istiqamətli yer dəyişmədir. Lakin tropizm hissələrin istiqamətli yer dəyişməsi, taksis isə bütövlükdə bütöv bir orqanizmin və ya hüceyrənin yer dəyişməsidir. Burada da orqanizm deyərkən təbii ki, bir hüceyrəli orqanizmlərdən söhbət gedəcək. Ona görə də biz beyni də 2-yə aid eləyəcəyik, yəni taksisə. Xarici amillərə qarşı bitkilərin müəyyən hissələrinin yer dəyişməsi, dedik ki, bu yalnız bitkilərdə müşahidə olunan bir prosesdir və tropizm adlanır. Bu ki, qaldı çox hüceyrəli heyvanlarda qıcığa qarşı cavab reaksiyası, onlar sinir sistemi vasitəsilə cavab reaksiyası verdiyinə görə bu refleks hesab olunur. Və burada doğru cavab o zaman olacaq 1C, 2AB, 3B. 35 timin nukleotidinə malik DNT molekulunun reduplikasiyası baş vermişdir. Reduplikasiyası yəni ikiləşməsi, replikasiya da deyə bilər.
Replikasiya zamanı, hətta burada deyir, replikasiya zamanı alınan molekullarda cəmi neçə adenin nukleotidi iştirak etmişdir. DNT iki zəncirlidir və zəncirdə molekulda 35 timin varsa, ona komplementar olaraq 35 də eyni sayda da adenin olacaq və glikaz fermentinin hesabına demək zəncir hidrogen rabiti ilə qırılır. DNT ikiləşməsi zamanı və polimeraza fermenti bunların qarşısına yeni nukleotidləri düzür və komplementarlıq prinsipinə əsasən düzür. Yəni 35 timinin qarşısına 35 adenin gələcək və 35 adeninin də qarşısına onun komplementar olan 35 timin gələcək. Beləliklə bir köhnə molekuldan, köhnə deyək də belə, əvvəlki DNT molekulundan 2 yeni DNT molekulu əmələ gəldi. Lakin onlardan hər bir molekulda bir zəncir əvvəlki DNT molekulundandır, digər zəncir isə yeni əmələ gəlmişdir. Və burada biz molekulda neçə adenin iştirak etdiyini görürük. 35-i buradadır. 35-i də buradadır. Cəmi 70 ədəd. Növbəti sual, hüceyrənin meyoz bölünməsi zamanı sona qədər davam edən proseslərdə xromosomlara birləşən bölünmə vətərlərinin minimum sayı cəmi 60 olmuşsa, bu diploid orqanizmin somatik hüceyrəsinin xromosom yığımı necə olmuşdur? Bunu istəyirəm həm çəkib göstərim sizə. Baxın, bir dənə hüceyrədir. Ən az sayda mən götürəcəm. 2 dənə bunun diploid dəstində tutaq ki, xromosom var və biz bilirik ki, 2 ədəd xromosom olsun. Çəkim belə, hüceyrədir. Diploid yığımında tutaq ki, 2 xromosomu var. 2 xromatidli 2 xromosomu var. Və biz bilirik ki, meyoz bölünmə 2 bölünmədən ibarətdir. Meyoz 1-in metafazasında hər qütbdə bir dənə vətər teli, bunlar iki cərgədə yerləşirlər birinci metafazada və hər qütbdə bir dənə vətər teli gəlir, birləşir bu xromosomların kinotokor adlanan sahələrinə, sentromerinə belə deyək və qısalmağa başlayır, çəkir yuxarı, birini yuxarı, birini aşağı və əmələ gələn hüceyrələrdə, yeni əmələ gələn hüceyrələrdə bunların sayı haploidə düşür. Və ikinci meyoz zamanı, ikinci meyozun metafazasında yenə onlar ekvatorda düzülürlər, amma artıq bir cərgədə düzülürlər və hər qütbdən bir dənə vətər teli gəlir, birləşir onların sentromerinə. Demək ki, bu zaman bir xromosoma 2 vətər teli birləşmiş olur və nəticədə vətər telləri qısalarkən onları bir-birindən, xromatidləri bir-birindən ayırır və sonda haploid xromosom sayına malik və bir xromatidli xromosomlar əmələ gəlmiş olur. İndi burada biz 2 dənə xromosom olduğu təqdirdə 1, 2, başqa rənglə göstərim. 1, 2, 3, 4, 5, 6 dənə vətər telinin birləşdiyini görürük. Yəni, bu birləşən vətər tellərdir. Təbii ki, vətər tellərinin sayı çox da əmələ gələ bilər, lakin birləşənlər bu qədərdir. 1, 2, 3, 4, 5, 6. Deməli, 2 xromosom olduqda 6 dənə vətər teli birləşirsə, bəs neçə xromosoma 60 birləşən vətər tellərinin sayı 60 olar? Və bu tənasübü həll eləyəndə görürük ki, bu bundan 10 dəfə çoxdursa, bu da bundan 10 dəfə çox olacaq, 20. Və diploid dəstə, baxın, burada 2 olanda 6 vətər teli, əgər 20 olarsa 60 vətər teli olacaq. Deməli, bu hüceyrənin diploid xromosom yığımı 20-yə bərabərdir. Amma mən izah üçün bu şəkli çəkdim. Təbii ki, siz istəsəz tez əlinizin altında kağız varsa çəkib də hesablama apara bilərsiniz və yaxud da adicə bir düstur şəklində, tənlik şəklində də yaza bilərsiniz ki, məsələn, bir neçə xromosom varsa, metafaza birdə xromosom sayı qədər vətər teli birləşir, yəni x qədər xromosomumuz varsa, elə x qədər də vətər teli burada birləşir birinci metafazada, ikincidə isə
artıq xromosom sayından 2 dəfə artıq vətər teli birləşir. Çünki baxın, bir xromosoma 1, 2, bir xromosoma 1, 2 vətər teli yerləşir. Yəni xromosom sayından 2 dəfə çox vətər teli birləşir. Və bunların cəmini də 60-a bərabər eləsək, 3x bərabərdir 60-a, x da bərabərdir 20-yə. Deməli, yenə də 20 rəqəmini tapmış oluruq, amma yenə də biz bunu hesabladıq diploid dəsti üçün. Növbəti sual. Eyni yumurta əkizlərinin sayı 3 olarsa, minimum neçə blastomerin olduğu mərhələdə yarana bilər? Demək, biz bilirik ki, eyni yumurta əkizləri bilavasitə blastomerlərdən əmələ gəlir. Müxtəlif yumurta əkizləri isə bilavasitə ziqotdan əmələ gəlir. Və eyni yumurta əkizləri deyirsə, blastomerlərin də yaranması ziqotun əvvəlcə uzununa, bu zaman 2 blastomer əmələ gəlir. Sonra yenidən uzununa, bu zaman da 4 blastomer əmələ gəlir. Bölünməsi nəticəsində yaranır. Və bizə 3 blastomer kifayətdir ki, 3 eyni yumurta əkizi əmələ gəlsin. Bunun üçün də minimum sayda gördüyümüz kimi bu axı 2, 4, 8 bu ardıcıllıqla gedə bilər. Artıq 4-də dayanması kifayət eləyir ki, 3 eyni yumurta əkizləri əmələ gəlsin. Blastomerlər bir-birindən ayrılacaq və hər bir blastomer bir uşağa başlanğıc verəcək. Burada da şəkildə qan dövranı sxemi göstərilmişdir. Uyğunlaşmanı tələb eləyir. Birinci şəkildə biz görürük ki, ürəkdə 2 növ qandır, lakin cüt aorta qövsü çıxır. Ona görə də bədəndə qan qarışıb 3 növ qan, həm də qarışıq qan olmuşdur. Bu da kimə aid ola bilər? Bu təbii ki, timsaha aid ola bilər. İkinci şəkildə sağ aorta qövsünü görürük. Sağ aorta qövsü, yaxın görürsüz, sol mədəcikdən aorta damarı çıxır və sağa doğru qövs əmələ gətirir. Biz bunu quşlarda müşahidə eləyirik. Deməli, 2 də quşa aid olacaq, 1 timsaha aid olacaq. Üçüncü şəkildə isə sol aorta qövsünü görürük. Sol aorta qövsü isə olur məməlilərdə. Və belə bir cavab burada 2 timsah yazıb düzgün deyil, 2 insan yazıb düzgün deyil, 1 göyərçin yazıb düzgün deyil, 3 şimpanze yazıb, bəli, məməli heyvana aid ola bilər, doğrudur, 1 ördək burun yazıb, doğru deyil, dedik ki, o timsaha aid. Epifizin hazırladığı hormonun hədəf orqana çatana qədər keçdiyi yolun düzgün ardıcıllığını müəyyən edin. Hər bir deməli maddə ilk növbədə gəlməlidir ürəyə, sonra ürəkdən getməlidir ağciyərlərə, orada oksigenlə zənginləşməlidir qan və bundan sonra yenidən ürəyə qayıdıb böyük qan dövranına qoşularaq hədəf orqanlarına, təyinatı üzrə müxtəlif orqanlara gedə bilər. O zaman bu ardıcıllıq da, deməli, epifiz vəzidə hormon hazırlandı, hormon keçəcək qana, qan kapilyarlarına, oradan vena vasitəsilə ürəyin, təbii ki, yuxarı boş vena vasitəsilə ürəyin sağ qulaqcığına, oradan da sağ mədəciyə gələcək və ağciyər kötüyü ilə çıxaraq sağ və sol ağciyər arteriyaları vasitəsilə ağciyərlərə qayıdacaq və ağciyərlərdə qazlar mübadiləsi gedib, qan oksigenlə zənginləşdikdən sonra qayıdacaq ürəyin sol qulaqcığına, sol mədəciyinə və sol mədəcikdən də aorta damarı vasitəsilə çıxarılacaq və hədəf orqanlarına çatdırılacaq, yəni böyük qan dövranına qoşulacaq. Növbəti sual. İnsan orqanizmində daha çox bədən boşluğunda yerləşən orqanlar sisteminə aid olan orqan hansıdır? Bütün bədən boşluqlarında yerləşən orqanlar təbii ki, qan damar və sinir sistemidir. Lakin biz burada nə qan damar sisteminə, nə də sinir sisteminə aid orqanın adını görmürük. Deməli, seçimi verilən damarların içərisindən edəcəyik. Böyrəklər ifrazat sisteminə aid orqandır. 2 bədən boşluğunda qarın və çanaq boşluğunda yerləşir bu orqanlar sisteminə aid orqanlar. Toxumluqlar linfiyat sisteminə aiddir və toxumluqlar heç bir bədən boşluğunda yerləşmir. Dil həzm sisteminə aiddir.
yerləşir ağız boşluğunda və bu orqanlar sistemi həmçinin ağız boşluğundan əlavə döş boşluğu, qarın boşluğu və çanaq boşluğunda da yerləşir. Yəni bu orqanın aid olduğu orqanlar sistemi bu sisteminə aid orqanlar bu dörd boşluqda yerləşə bilər. Yumurtalıqlar cinsiyyət sisteminə aiddir və bu sistemə aid olan orqanların hamısı çanaq boşluğunda, bir boşluqda yerləşir. Ağciyərlər tənəffüs sisteminə aiddir. Tənəffüs sistemi orqanları iki boşluqda, burun boşluğu və döş boşluğunda yerləşir. Çünki tənəffüs sistemi burun boşluğu ilə başlayır, hava aparıcı yollar. Deməli, burada ən çox olan sayda olan boşluq sayını biz 4 dedik və həzm sistemini dedik. Ona görə burada cavabı dil götürəcək. Çiyin qurşağı sümüklərinin sayı ən çox olan şimpanzenin çiyin qurşağında 2 növ 4 ədəd kürək və körpücük sümükləri var. Qurbağanın çiyin qurşağında 7 sümük var. 2 kürək, 2 körpücük, 2 qarğa və 1 döş sümüyü, 4 növ, 7 ədəd sümük var. Ən çox onlardadır. Döş qəfəsi əmələ gəlmədiyinə görə döş sümüyü də gövdə skeletinə yox, çiyin qurşağı skeletinə aid olmuşdur. İnsanda şimpanzedə olduğu kimidir. Yarasada da həmçinin, göyərçində isə 6 ədəd 3 növ sümük var. Kürək, körpücük və qarğa sümükləri var. Ona görə də ən çox sayda olan qurbağa oldu. Protozoozlar bir hüceyrəlilərin törətdiyi xəstəliklərə deyilir. Protozoa bir hüceyrəli heyvanlara, protozooz isə onların törətdiyi xəstəliklərə deyilir. Burada liamblia bir hüceyrəli heyvandır, protozoadır. Sarkomastikaforlar tipinin qamçıllar sinfinə aiddir. Basil çöp şəkilli bakteriyalara deyilir. Askarid qurtdur, helmintozlara aiddir. Echinokok qurtdur, o da helmintdir. Qoturluq gənəsi bu çox hüceyrəli boğum ayaqlılar tipinə, hörümçək kimilər sinfinin gənələr dəstəsinə aid olan çox hüceyrəli heyvandır. Bizə protozoa, yəni bir hüceyrəli heyvan lazımdır. Cavab liamblia olacaq. Hansı orqanizmlərdə digər canlılarda rast gəlinməyən qidalanma tipinə? Bu söhbət gedir xemosintezdən, çünki o başqa heç bir aləmdə yoxdur, yalnız bir aləmdədir və biz burada bakteriyaları seçəcəyik. Hansı orqanlar sisteminə aid olana qarın boşluğunda təsadüf olunmur. Tənəffüs sistemi dedi ki, burun boşluğu və döş boşluğunu əhatə eləyir. İki boşluqda yerləşir. Biz buna qarın boşluğunda rast gələ bilmərik. Qan damar sistemi bütün boşluqlarda, həzm sistemi bayaq sadaladıq. 4 boşluqda, ağız, döş, qarın və çanaq boşluqlarında, ifrazat sistemi isə 2 bədən boşluğunda, qarın və çanaq boşluqlarında yerləşir. Sinir sistemi isə bütün bədən boşluqlarında yerləşir. Bizə lazım idi qarın boşluğunda təsadüf olunmayan və bu da oldu tənəffüs sistemi. Ürəyin 1 saniyəlik sikl şəraitində əgər 512 tənəffüs hərəkəti etmişdirsə, qulaqcıqların sistolasına nə qədər vaxt sərf olunmuşdur? Gəlin birinci tapaq ki, 512 tənəffüs hərəkəti neçə dəqiqədə baş verir? İnsan 1 dəqiqədə 16 tənəffüs hərəkəti edir. O zaman 512-ni bölürəm 16-ya, 3 eləyir, 3 vur 6, 18, 1 yadda, 48, 32, bir də 18 dəqiqə, səhv hesabladım, 32 eləyir, bəli, bu da eləyir 2, 2 vur 6, 12, 30, yəqin ki hesablama səhvi eləmədim, 18, 1 yadda, 48, bəli, 32, deməli, tapdıq ki, insan 512 tənəffüs hərəkətini 32 dəqiqədə etmişdir və qulaqcıqların sistolası 0,8 saniyəlik sikldə 0,1 saniyə çəkirsə, bəs 32 dəqiqədə nə qədər çəkər? Buradan da 32-ni 1-ə vurub 8-ə bölərəm,
ikisini də 10 dəfə artırdım. Bu da eləyəcək 4 dəqiqə. Burada nə dəqiqəni saniyəyə çevirməyə gərək yoxdur, çünki saniyələr burada ixtisar gedir, nə də 1 saniyəlik sikldən istifadə etməyə gərək yoxdur. Bu artıq məlumatdır. Bir çox məsələlərin içərisində də buna rast gəlirik. Nə üçün gərək yoxdur? Yəni soruşulduğu üçün bunun da izahını verirəm. Baxın, lap tutaq ki, 1 saniyə olmasın, 0,4 saniyəlik sikl olsun. O zaman mən bura 0,4 yazacaqdımsa, bura necə yazacaqdım? Ona uyğun olaraq qulaqçıqların sistolasının müddəti də eyni qədər azalmış olacaqdı. Yəni 0,8 saniyədə 0,1 saniyə çəkirsə, 0,4 saniyədə də 0,5 saniyə çəkəcək. Yəni bu nisbət heç bir zaman dəyişməyəcək. 1 saniyə olsa nə olacaq? Yenə eyni qayda ilə ona uyğun da yenə qulaqçıqların sistolası dəyişəcək. Yəni hər bir halda bu nisbət sabit qaldığına görə və ixtisar da gedəcək, təbii ki, sizə eyni cavabı verəcək. Ona görə də burada 1 saniyəlik sikldən istifadə etməsək olar. Heç bir problem yaramayacaq. Zaten eyni rəqəmi alacaqsınız. Yəni 0,4 saniyənin üzərindən mən izah verdim. Siz 1 saniyəni də yoxlaya bilərsiniz. Parasimpatik sinirlər bilirik ki, orqanların əksəriyyətinin işinə ləngidici təsir göstərir, amma həzm sisteminin işini sürətləndirir. Bir də demişdik ki, sidik kisəsinin boşalmasını təmin eləyir. Onun sidik kisəsinin sürətləndirəcək yığılmalarını. Demək, burada da cavab ona görə olacaq həzm şirəsinin ifrazı. Çünki həzmin işini dedik ki, artırır. Boğum ayaqlara aid səhv fikirdir. Qan toxuma mayesi ilə qarışır. Bəli, boğum ayaqlarda açıq qan damar sistemidir. Qanı toxuma mayesi ilə qarışır və bu cür qana hemolimfa deyilir. Zəhər bəzlərinə malik nümayəndələri varmı? Var. Məsələn, həm biz hörümçək kimilər sinifinin bir çox dəstələrində gördük zəhər vəzlərini, həmçinin də elə həşəratlar sinfinin də zəhər vəzlərinə malik olan nümayəndələri vardır. Məsələn, elə arıların misal göstərmək olar. İfrazat orqanları başda yerləşə bilməz. Niyə bilməsin ki, xərçəng kimilərdə bir cüt yaşıl vəz başda yerləşir. Bu fikir səhvdir. 3 növ tənəffüs orqanına, yəni qəlsəmələri xərçəng kimilərdə görmüşük, ağciyər və traxeyaları hörümçək kimilərdə və traxeya tənəffüsünü də həşəratlarda müşahidə eləmişik. Demək, bu doğrudur. İnkişafı düzünə də ola bilər, dolayı da ola bilər. Məsələn, xərçəng kimilərin bir çox nümayəndələrində düzünədir, hörümçək kimilərdə düzünə inkişafdır əksəriyyətində və həşəratların da demək olar ki, bütün nümayəndələrində dolayı inkişafdır. Deməli, bu da düzgün fikirdir. Əgər canlılarda tumurcuqlanma yolu ilə çoxalma baş verirsə, biz tumurcuqlanmanı müşahidə eləmişik. Buğum bağırsaq boşluqlular tipində hidrozoalarda şirin su hidrasının tumurcuqlanma yolu ilə çoxaldığını demişdik və maya göbələklərində bunu müşahidə eləmişdik. Maya göbələyi bir hüceyrəli göbələkdir. Hidra çox hüceyrəli heyvandır. Deməli, bir hüceyrəli göbələk və çox hüceyrəli heyvan cavabını seçə bilərik. Canlıların neçəsində hərəkət orqanı var? Qaranquşun hərəkət orqanı var. Onun qanadları var, ayaqları var. Yarasanın da həmçinin. Yaşıl evqlenada bir cüt qamçı hərəkət orqanoididir. Biz bir hüceyrəli heyvanlarda orqan və toxumalardan danışmırıq. Deməli, qaranquşda var, yarasada var, yaşıl evqlenada yoxdur orqan dediyinə görə. Xlamidonada da bir cüt qamçı hərəkət orqanoididir, orqan demirik. Kələm kəpənəyinin var, qanadları var, hərəkət orqanı, ətrafları, ayaqları var. Koramalın hərəkət orqanı yoxdur, onun ətrafları reduksiya uğramışdır. Ördək burunda var. Deməli, doğru cavab olacaq 4. Növbəti sual, hansı xromosom mutasiyası deyil? Xromosom mutasiyaları, ümumiyyətlə biz mutasiyaları 3 qrupa ayrılırıq.
gen mutasiyaları, nöqtəvi mutasiyada deyirik buna, xromosom mutasiyası və genom mutasiyalar. Xromosom mutasiyaları xromosomun quruluşunda, genom mutasiyaları isə xromosomların sayında baş verən dəyişikliyə əsaslənir. Sahənin qeyri-homoloji xromosomda yer dəyişməsi, sahə ikiləşməsi, sahə çatışmazlığı, 180 dərəcə çevrilmə, bunların hamısını xromosom mutasiyalarında sadalamışdıq. Lakin xromosom sayının bir vahid artıb və ya azalması və ya dəfələrlə artıb və ya azalması, biz bunu aneuploidiya və poliploidiya kimi adlandırmışdıq. Bunlar xromosom mutasiyası yox, genom mutasiyadır. Çünki yenə dediyim kimi xromosomun quruluşu ilə yox, sayı ilə bağlı dəyişikliklərdir. Verilmiş variasiya sıramasında əlamətin orta qiyməti neçədir? Bunu düsturla da hesablamaq olar. Variantları vuracaqsınız rast gəlmə tezliyinə, toplayacaqsınız və ümumi sayına böləcəksiniz. M bərabərdir epsilon V vurulsun P bölünsün N düsturundan istifadə edə bilərsiniz. Lakin mən heç vaxt belə eləmirəm. Mən həmişə deməli, rast gəlinən bu variantların içərisində ölçülərin ən kiçiyi, burada 3 santimetrlik ölçüdə ən kiçiyi 3 santimetrdir, ən böyüyü də 10 santimetrdir. Mən bunları toplayıb ədədi ortasına çıxardacağam. 13-ü böləcəm 2-yə, 12, 6-dan 10-da 5. Təbii ki, mən burada dəqiq rəqəm tapa bilməyəcəm, çünki mən ədədi ortadan istifadə elədim, amma ona uyğun rəqəmi tapa biləcəm. 6,58. Amma siz düsturla da istifadə eləyib hesablama apara bilərsiniz, tam dəqiq ala bilərsiniz. Mitoz bölünmə nəticəsində yaranır. Bitkilərdə qametlər mitoz bölünmə nəticəsində bilavasitə yaranır. O zaman mən qıjının qametlərini götürə bilərəm. Sporlar isə bitkilərdə meoz bölünmə nəticəsində əmələ gəlir. Haploid olur sporlar. Ona görə sporları götürmürəm. Və qatır quyruğunun yarpaq hüceyrələri, bitkinin özü, yetkin fərd yarpaqları hansı ki üzərində daşıyır. Diploid orqanizmdir. Qeyri-cinsi nəsildir və onun yarpaq hüceyrələri də mitoz bölünmə nəticəsində yaranır. Sporları dedik ki, götürməyəcəyik. Quş mamırının ayaqcıq hüceyrələri bu qeyri-cinsi nəsildir. Zigotdan bilavasitə əmələ gəlmişdir və 2 diploid xromosom dəstinə malikdir və bu hüceyrələr mitoz bölünmə nəticəsində, zigotun mitoz bölünmələri nəticəsində əmələ gəlir. Qıjının protal hüceyrəsi onun cinsi nəslidir, N haploid dəstinə malikdir və qıjının protal hüceyrələri də həmçinin demək, mitoz bölünmə nəticəsində yaranacaq. Çünki haploidin meoz keçirmə ehtimalı yoxdur. 1, 3, 6, 7. 1, 3, 6, 7 cavabını seçəcəyik. Heterozigot ətirli noxud bitkilərinin çarpazlaşması zamanı AB tipli qametlər məhv olarsa, alınan birinci nəsildə çiçəklərin rənginə görə neçə fenotip, neçə genotip alınar? Qeyri-allel genlərin qarşılıqlı təsiri mövcuddur. Genlər ilişikli deyil. Bu komplementar təsirə aiddir. Biz bunu genetika bölməsində keçmişdik. Bu zaman 2 fenotip əmələ gəlirdi. Qırmızı və ağ rəngli çiçəyi olan noxudlar əmələ gəlirdi. Lakin genotip nisbəti isə dəyişmirdi. Yəni fenotip nisbəti 9-un 7-yə olurdu, amma genotip nisbəti 4, 2, 2, 2, 1, 1, 1, 1 nisbəti, yəni Mendel qanununda olduğu kimi qalırdı. Çünki əlamətlər müxtəlif homoloji xromosomların üzərində yerləşirdi. Lakin fenotip sayı ona görə azalırdı ki, burada bir genin digər genə təsiri var idi, qeyri-allel genlərin qarşılıqlı təsiri var idi və bir gen digər genin təsir qüvvəsini gücləndirirdi. Ona görə də hər iki tərəfdə gərək dominant əlamət olardı ki, qırmızı rəng üzə çıxardı. Əks halda bu baş vermirdi. İndi bu cür məsələni ən belə asant yolu biz demişdik ki, boş bir Feynet cədvəli götürüb, biz əzbər bilirik o Feynet cədvəlinin içərisini, onun üzərində baxırıq. Məsələn, deyir ki, diheterozigotdur, deməli, mən böyüyə kiçiyə, böyük B, kiçik B-ni böyüyə kiçiyə, böyük B, kiçik B ilə çarpazlaşdırmalıyam və hər biri mənə 4 tip qamet verir. Böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B,
kiçik A, kiçik B qametini. Həmçinin də digər fərddə mənə böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B qametlərini verəcək və belə bir boş pennet cədvəli hazırladım. Çəkdik tez əlimizin altında. AB məhv olursa bunlar hamısı məhv olur. Bu AB məhv olursa bunlar hamısı məhv olur. Yerdə qalan bunlardır. Biz oturub onları yazası deyilik, vaxtımız getməsin. Baxın, biz bilirdik ki, bu nə idi? Bu böyük diaqonal. Bax, bu hissə, bax, bu çəkdiyim hissə. Burada yerləşənlər hamısı qırmızılar idi. Deməli, bu qırmızılardan ikisi salamat qalır, yerdə qalanlar məhv olur. Yerdə qalan bu 4 dənə isə nə idi? Bu 4 dənə isə, 4 dənə yox, 1, 2, 1, 1, 2, 3, 4, 5 dənəsi olacaq qırmızılar. Deməli, daha doğrusu ağlar. Yəni, zaten yerdə qalanlar ağlar idi də. Bu böyük diaqonaldan var. Böyük düzbucaqlı, üçbucaqdan başqa yerdə qalan hamısı ağlar idi və onlar salamat qaldı. Ağlar hamısı salamat qaldı. Məhv olanlar qırmızılardandır. Qırmızıların ikisi salamat qalıb. Deməli, burada 2 fenotip qalacaq. 2 fenotip hansılar oldu? Qırmızı və ağ. İndi genotipə baxaq. Genotiplər də yenə də biz əzbər bilirik. Harda nə yerləşir? Onu qırmızı rəngdə qeyd edeyim. Məsələn, bu diaqonal hamısı nə idi? Homozigotlar idi. Düzdürmü? Böyük A, böyük A, böyük B, kiçik B, böyük A, böyük A, kiçik B, kiçik B. Yəni bunlar idi. Yəni onu da biz necə göstərirdik genotipdə? Gəlin genotipi bir dənə qeyd eləyək. 4, 2, 2, 2, 2, 1, 1, 1, 1. Genotip nisbəti belə idi, düzdürmü? Və bu hamısı homozigotlar idi. Yəni bu 1, 1, 1, 1-lər hərəsindən bir dənə olmaqla burada yerləşirdi və ondan da biri məhv olub. Bir dənə bu məhv olub, bir dənə bu. Deməli, ondan biri getdi. Bu 1, 1, 1-lərdən biri getdi. Sonra bu ikisi eyni idilər, eyni genotip idilər. Burada yerləşən və burada yerləşən. Və bunlar da bu 2 dənələrdən idi. 2, 2, 2, 2. Yəni bir əlamətə görə homozigotlardan idi. Bir əlamətə görə heterozigot. Buna görə bu 2 dənəsi də buradan getmiş oldu. Bu 2-nin birinin üstündən xətt çəkdim. Sonra bununla bu da eyni idi. Nə idi? Böyük A, kiçik A, böyük B, kiçik B. Burada da həmçinin böyük A, kiçik A, böyük B, kiçik B. Görürsünüz? Yenə bir əlamətə görə heterozigotların eynisidir. Burada və burada yerləşən. Deməli, o 2, 2, 2-lərdən digər ikisi də getmiş oldu, məhv olmuş oldu. Bu diaqonal nə idi? Bax, bu diaqonal hamısı diheterozigotlar idi. Böyük A, kiçik A, böyük B, kiçik B. Bu 4 dənədən, bax bu diaqonal 4 dənədən ikisi məhv olub. Yəni, bax, bu 4 dənədən ikisi gedib, ikisi qalıb. Neçə genotip qaldı? 1, 2, 3, 4, 5, 6 genotip qaldı. Deməli, 2 fenotip, 6 genotip mövcud olacaq. Növbəti sual, hansı cinsiyyət xromosomlarına malik qametlərin birləşməsi zamanı Klinefelter sindromlu insanlar yarana bilər? Klinefelter kim idi? XXY. Cinsiyyətcə kişi idi, çünki Y var. Lakin qadın əlamətlərinə malik olurdu. Hormonlarında problem yaranırdı. Bədən formasında problemlər daha çox qadın tipli bədən quruluşu müşahidə olunurdu. Mısır kişi sindromu da deyirdik ona. Çünki X xromosomunun biri artıq idi, normal kişilərdən fərqli olaraq. Səbəb də meyozun anaplazasında yaşanan çatışmamazlıq idi. Yəni, xromosomların bir-birindən ayrılmaması səbəbindən baş verirdi. Deməli, burada Klinefelter sindromlu insan o zaman yarana bilər ki, XX xromosomuna malik olan yumurta hüceyrə ilə Y xromosomlu qamet, spermatozoid birləşsin və bu zaman Klinefelter sindromlu insan yarana bilər. Genetika məsələsi trihibrid. 2 trihibridi çarpazlaşdırıblar. Neçə fenotip, neçə genotip alınır? Genlər ilişiklidir, dominantlıq tamdır, ilişiklik pozulmamışdır. Yəni, crossover getməmişdir.
Əgər crossing over getməyibsə, burada neçə əlamət olur olsun, istəyir 3 əlamət, istəyir 5 əlamət, istəyir 100 əlamət. Bu monohibriddə olduğu kimi bizə fenotip və genotip verəcək. Yəni bir dənə heteronu nəzərə almaq kifayətdir. Yəni təkcə A əlamətlərini yaxud təkcə B əlamətlərinə görə çarpazlaşdırma apara bilərik. Böyüyə böyüyanı, məsələn, böyüyə kiçiyə ilə çarpazlaşdırsaq bizə nə verir? Böyüyə böyüyə, 2 pay böyüyə kiçiyə, kiçiyə kiçiyə və tam dominantlığı olduğuna görə harda böyük A varsa, yəni böyüyə böyüyə və böyüyə kiçiyə mənə bir fenotipi verəcək, kiçiyə kiçiyə isə digər fenotipi verəcək. Deməli, burada 2 fenotip, 3 genotip olacaq. Yox, əgər ürəyiniz elə rahatlaşmırsa, yəni yazıb da baxa bilərsiniz. Bu mənə əgər ilişiklik varsa, deməli A, B və C əlamətləri eyni xromosomun üzərində, onun qarşıq lokusunda isə kiçiyə, kiçik B və kiçik C əlamətləri verəcək, qametləri verəcək. Yəni bir xəttin üstündəkilər bir rütbə çəkiləcək. Bir xəttin üstündəkilər də digər qamətə düşəcək. Yəni 2 sort qamet verəcək, əgər ilişiklik pozulmayıbsa. Yəni A, B, C və kiçiyə, kiçik B, kiçik C qametlərini verəcək. Bu biri fərddə həmçinin eyni qayda ilə. Və buradan biz nə görürük? Böyüyə, böyüyə, böyük B, böyük B, böyük C, böyük C. Böyüyə, kiçiyə, böyük B, kiçik B, böyük C, kiçik C. Böyüyə, kiçiyə, böyük B, kiçik B, böyük C, kiçik C. Kiçiyə, kiçiyə, kiçik B, kiçik B, kiçik C, kiçik C. Yəni bu ikisi eyni genotipdir. 1, 2, 3 genotip. Lakin bu üçü mənə eyni fenotipi verir, çünki tam dominantlıqdır. Deməli, 2 fenotip, 3 genotip alınacaq. Yəni, ardıcıllığa da ola bilər ki, burada 3-2 cavabı da olsun. Siz həmişə fikir verin, əvvəlcə fenotipi, sonra genotipi soruşursa, o ardıcıllığı seçin. Yəni, imtahanda olar ki, burada 2-3 cavabı ilə yanaşı 3-2 cavabı da olsun. Siz müvafiqlik olaraq seçəcəksiniz. Əvvəl fenotipi soruşursa, əvvəl fenotip sayını, sonra genotip sayını götürürsünüz. Hansı sümüyün və ya sümüklərin sınması zamanı şına qoyulmaz? Şınanı biz qoyuruq ətrafların skeleti, uzun boylu sümüklər sındıqda qoyuruq. Yəni burada da saitdir, əlpəncədir, buddur, bazudur, ətrafların skeletinə aiddir. Döş sümüyü isə sındıqda biz şına qoymuruq. Məsələn, kəllə sümükləri, qabırğalar, biz bunlarda, onurğa, bunlarda şınadan istifadə etmirik. Məsələ, cədvələ əsasən X-i hesablayın. DNT molekulunun nisbi molekul kütləsi 450 mindir. Deməli, mən bölərəm bir nukleotidin kütləsinə 300-ə və taparam burada neçə nukleotid var. Bir dəfə 3, 15, 5, 0, 0. 1500 nukleotid var bu DNT molekulunda. Və hidrogen rabitələrinin sayı da 1700-dür. Hidrogen rabitələrinin sayından 1700-dən 1500-ü çıxaramsa, qalacaq 200 dənə. Bu da olacaq, deməli, digər nukleotin sayı. Yoxsa hesablama səhv elədim. Bir dəqiqə, bir dəfə 3, 15, 5 vur 3, 15, bəli, 2 sıfır, 1500 elədi, bəli. Hidrogen rabitələrinin sayı da 1700-dür. Bütün hidrogen rabitələrinin sayından bütün nukleotidlərin sayını çıxanda mənə qalır təkcə guaninin və ya təkcə sitozinin sayı. Yəni, guaninin sayı 200 oldu. Əgər guaninin sayı 200-dürsə, o zaman sitozinin sayı da 200-dür. Deməli, bu molekulda cəmi 400 dənə guanin və sitozin var. Və məndən adenin nukleotidlərinin sayını istəyir. Bütün nukleotidlərimdən, yəni 1500-dən çıxıram 400-ü, yerdə qalanlar olur. Adenin və ya timinlər və ya yox, adenin və timinlərin cəmini verir. Məndən isə təkcə adenini istədiyinə görə bölərəm 2-yə, çünki adeninin sayı timinin sayına bərabərdir. 2-yə bölməklə təkcə adeninin və ya təkcə timinin sayını tapmış olaram. Bu da eləyəcək 550. Deməli, burada bu molekulda 550 ədəd adenin nukleotidi var imiş. Sonra növbəti sual. Seleksiyaçının aldığı diploid xromosom yığımına malik sortda toxumun endosperm hüceyrəsinin mitoz yolla bölünməsi zamanı anafaza mərhələsinin sonunda xromosomların sayı 48 olmuşdur. Demək, diploid orqanizmin endospermi
3 N xromosom dəstinə malikdir deyirik və əgər anafaza mərhələsindədirsə, xromosom sayı 2 dəfə artmış olur, olur 6 N. Və bunun 6 N-i deyir 48-dir. O zaman N-i də bərabərdir 8-ə. Kök hüceyrəsində olan xromosom sayını soruşur, kök hüceyrəsinin nüvəsində. Kök hüceyrəsi diploid olur. Ona görə də N-i 8-dirsə 2 N-i də olacaq 16. Virusların törətmədiyi xəstəlikləri seçin. Taun bakteriyalar tərəfindən törədilir. Qızılca viruslar, təbii çiçək virus, vəba vergül şəkilli bakteriyalar tərəfindən, difteriya, taun kimi çöp şəkilli bakteriyalar tərəfindən, ekzemanı viruslar törədir, quduzluğu viruslar törədir, skarlatinanı da bakteriyalar törədir, virusların törətmədiyi dediyinə görə 1, 4, 5, 8 cavabını seçə bilərəm. 1, 4, yoxsa düz demədim. 1, 4, 5, 8. 1, 4, 5, 8. Bəli. Doğru cavab 1, 4, 5, 8. Eyni miqdarda götürülmüş noxud, qarğıdalı və darı toxumları maksimum su utduqdan sonra çəkiləri 95 kiloqram olmuşdur. Quru darı toxumlarının çəkisi nə qədərdir? Eyni miqdarda götürülübsə, mən hamısını x-la, noxudu da, darını da, qarğıdalını da x-la işarə edə bilərəm. Noxud öz çəkisi qədər, yəni elə x qədər, qarğıdalı öz çəkisinin yarısı qədər, yəni 0,5 x qədər, darı öz çəkisinin 1/4 qədər, yəni 0,25 qədər x qədər su udacaq və cəmi 95 eləməlidir. Deməli, burada 1, 2, 3, 4x bu da 4,75. X bərabərdir 95-ə. Bu tənliyi həll eləsəm, 95-i də bölsəm 4,75-ə neçə eləyər? 15, 9, 20. 20 eləyər. Mən x-la işarə eləmişdim hər bir toxumun quru çəkisini. Məndən də quru darı toxumlarının quru çəkisini istəyir. Yəni, təkcə darının dediyinə görə elə 20 cavabı götürərəm. Hamısını bir yerdə desəydi, hər biri üçün 20, yəni 20 noxud, 20 qarğıdalı, 20 darı, cavab 60 olardı. Lakin burada yalnız darını soruşur. Cavab 20 olacaq. Mezozoy erasında baş vermiş aramorfozları seçin. 2 qat mayalanma mezozoy erasının təbaşir dövründə spermilərin yaranması ilk dəfə mayalanmanın su mühitindən asılılığı aradan qalxdı çılpaq toxumlularda və artıq onlarda biz erkək qametləri spermatozoid yox, spermi adlandırırdıq, çünki qamçıya malik deyildi. Bu ilk dəfə əmələ gəlib çılpaq toxumlularda, yəni daş kömür dövründə, paleozoy erasında. Ona görə biz, daha doğrusu Devon dövründə, paleozoy erasının Devon dövründə. Ona görə bunu götürmürük. Çılpaq toxumların yaranması da həmçinin dedik ki, spermi ilə paralel. Çünki spermilər də yarandı ilk dəfə. Məməlilər ilk məməlilər mezozoy erasının Trias dövründə əmələ gəldi. Əsl quşlar mezozoy erasının təbaşir dövründə əmələ gəldi. Sonra dişiciyin yaranması, erkəkcik və dişicik çiçəyin hissələridir. Mezozoy erasının təbaşir dövründə əmələ gəldi. Haploid endospermin yaranması bu çılpaq toxumlularda müşahidə olunur. Yəni çılpaq toxumlulardır, spermidir, haploid endospermdir. Bunlar eyni dövrə. Paleozoy erasının Devon dövrünə təsadüf eləyəcək. Bizə mezozoy erasında baş verənləri dediyinə görə 1, 4, 5, 6. 1, 4, 5, 6 cavabını seçəcək. Düzgün fikri seçin. Canlılar, süd vəzisi yoxdur, çəngəl sümüyü var. Çəngəl sümüyünü biz quşlara məxsusdur. Qeyd edə bilərik ki, bu quşdur. Süd vəzisi var, çəngəl sümüyü yoxdur. Süd vəzlərində yalnız bir sinifdə, məməlilər sinifində götürürük. Üçüncü canlıda nə süd vəzisi var, nə də çəngəl sümüyü var. İstənilən bir heyvan ola bilər. İndi baxaq. Dərisində heç bir vəzi yoxdur. Birin dərisində büzdün vəzisi quşlarda var. Suda bizdən nə istəyir? Düzgün fikri istəyir. Suda yaşaya bilməz. 2. Məməlilərin suda yaşayan nümayəndələri var. Məsələn, elə balinaların, delfinləri misal göstərə
bilərik və yaxud su içini misal göstərə bilərik. Yəni 2 yanlışdır. Onurğaya malik ola bilməz. 3 ola bilər. Məsələn, tutaq ki, amfibi. Süd vəzisi də yoxdur, çəngəl sümüyü də yoxdur. Amma onurğası var. Və yaxud balıq. Süd vəzisi də yoxdur, çəngəl sümüyü də yoxdur. Ancaq onurğası var. Və s. Yəni ona görə bu yanlışdır. 1, 2, 3 eyni tipin nümayəndəsi ola bilər. Quş məməli zaten dedik, adını çəkdik. Bunlar xordallar tipinin nümayəndəsidir. 3 də bayaq dediyim ki, tutaq ki, balıq olsa və yaxud amfibi olsa və yaxud sürünən olsa, yenə də eyni tipin nümayəndəsidir. Xordallar tipinin nümayəndələridir. Bu doğru cavabdır. Eyni biogeosenozda rast gəlinməz. Hər üçünə eyni biogeosenozda rast gəlinə bilər. Sulara da, məməlilərə də, sürünənlərə də eyni biogeosenozda rast gəlinə bilər. Burada bilməz, rast gəlinməz dediyinə görə bu yanlışdır. Bizdən düzgün cavabı istəyirdi. Meşələrdə yanğınların baş verməsi canlıların sayına böyük təsir edir. Bunun qarşısını almaq üçün hansı işlərin görülməsi daha məqsəduyğun hesab olunur? Meşələrə giriş qadağan olunması, bu düzgün olmaz. Yanğınsöndürmə texnikalarının və budaqların sayının, briqadalarının sayının artırılması, meşə döşənəyinin meşələrdən təmizlənməsi, xeyr, meşə döşənəyi meşələrdən təmizlənməməlidir. Niyə təmizlənsin ki, orada o parçalanır, zənginləşdirir torpağı. İnsanlar arasında təbliğatın aparılması, insanların meşə ətrafı ərazilərdən köçürülməsi. Yəni o boyda insanı da hər halda köçürtməzlər. Burada daha belə ağlabatan variant olaraq, daha məqsəd yönlü olaraq götürə bilərik insanlar arasında təbliğatın aparılmasını. Meşə yanğınlarının baş verməməsi üçün. Həm produsent, həm də konsument ola bilər. Yəni, eyni zamanda həm avtotrof, həm də heterotrof qidalanan canlını seçməliyik. Şampinyon produsent ola bilməz. Onun avtotrof qidalanması yoxdur. Milçək qıranda göbələkdir həmçinin, yalnız avtotrof yalnız heterotrof yolla qidalanır, o konsument ola bilər, produsent ola bilməz. Milçək tutan həşəratla qidalanan bitkidir. O həm adi halda bitkilərlə qidalanır, daha doğrusu qeyri-üzvü maddələrdən üzvü maddə hazırlayaraq bitkilər kimi, adi bitkilər kimi qidalanır, xlorofilə malikdir çünki. Həmçinin də azota olan tələbatını ödəmək üçün hazır üzvü maddələrlə, yəni həşəratı tutmaqla qidalanır. Deməli, həm produsent ola bilər milçək tutan, həm də konsument ola bilər. Yəni, miksotrof qidalanır. Qızıl sarmaşıq bu parazitdir. Yalnız bir vegetativ orqana malikdir. Onun ancaq gövdəsi olur. Kökü və yarpaqları reduksiyaya uğramışdır. Xlorofili itirmişdir və yalnız heterotrof yolla qidalandığına görə o da produsent ola bilməz. Mukor bu göbələkdir. Göbələklərdə də biz produsentlik müşahidə edə bilmərik. Onlar yalnız konsument olacaqlar. Antropogenə qədər olmamışdır. Antropogen dövrünə qədər, yəni insan yaranana qədər. Həşəratla tozlanma, mutasiya zaten elə canlı yaranandan arxeydən vardır. Düşüncəli fəaliyyət digər məməli heyvanlarda da var idi. Diş ixtisaslaşması həmçinin ilk dəfə yırtıcı dişli sürünənlərdə baş vermişdi. Yəni insana qədər bunların hamısı var idi. Çənəaltı çıxıntı bu nitqin əmələ gəlməsi ilə baş verən bir paramorfozdur və antropogenə qədər ola bilməzdir. Çünki yalnız insanda nitq vardır. Euler-Venn diaqramında X-in yerinə yazmaq olar. Burada xlamidomonada yosunu və virus təsvir olunmuşdur. Tütün mozaikası virusunun təsviri verilmişdir. Nuklein turşusu həm viruslarda, həm də xlamidomonada yosununda, xlorofil yalnız xlamidomonada yosununda, zülal həm viruslarda, həm də xlamidomonada yosununda, lizosom olmayacaq. Virusda vakuol olmayacaq virusda. Deməli, hər ikisində, X-in yerinə yazmaq olar, hər ikisində olan nuklein turşusu və zülal. Demək, 1 və 3. 1 və 3. Aramorfozdur. Çiçəyin yaranması aramorfozdur. Köstəbəklərdə gözün funksiyasının azalması idiadaptasiya. Məməlilərin suda yaşamağa uyğunlaşması idiadaptasiya. Yarasanın uçma qabiliyyəti və skatın bədəninin yaslaşması idiadaptasiya.
Çiyələk bitkisinin toxumunun endosperm hüceyrəsində cinsi xromosomlar X, Y ola bilərmi? Bu iki dənə Y bizə nə deyir? Deyir ki, endospermin mərkəzi hüceyrəsi Y xromosom dəstinə malik olmuşdur. Sperm isə, çünki endosperm mərkəzi hüceyrə ilə spermin mayalanmasına yaranır. Sperm isə X-a malik olmuşdur. Yəni mərkəzi hüceyrə diploiddir də o iki dənəsini iki eynisini daşımalıdır. Deməli, bu hal müşahidə oluna bilərmi çiyələkdə? Oluna bilər. Çünki çiyələk bitkisində dişilər heterogametdir, yəni X, Y xromosom dəstinə malikdir və bu cür xromosom dəstinə malik olan bitki ilk növbədə meyoz prosesi keçirdir. Nəticədə meyoz nəticəsində 4 dənə hüceyrə əmələ gəlir, hansı ki onun biri 3-ü məhv olur, biri isə makrospor ya X-i daşıyır, ya Y-i daşıyır. Yəni ikisindən birini daşıyır. Çünki əmələ gələn hüceyrələr meyozdan yaranıb cinsiyyət xromosomunun biri düşə bilər də, ikisi də eyni vaxtda düşə bilməz ora. Məsələn, 2 hüceyrəyə X düşərsə, 2 hüceyrəyə Y düşər. İndi hesab eləyək ki, bu məsələyə görə Y düşübdür. Və sonra bu təzədən 3 dəfə ardıcıl mitozlar keçirdir. 8 hüceyrə əmələ gəlir və mitozlar keçirdiyinə görə əmələ gələn hər bir 8 hüceyrənin 8-i də Y daşıyacaq. 4-ü yuxarıda deyirik, 4-ü aşağı qütbdə və 2 dənəsi biri yuxarıdan, biri aşağıdan gəlib mərkəzdə birləşir və Y xromosom dəstinə malik olan mərkəzi hüceyrəni əmələ gətirir. Bir dənə Y daha böyük daşıyan yumurta hüceyrəyə çevrilir. Yerdə qalan 3 burada, 2 burada. Yəni antipod və sinerjitlər, onlar da məhv olur, mayalanmada iştirak eləmir. Deməli, bu halda mərkəzi hüceyrə Y olur və o X daşıyan spermi ilə mayalanarsa, belə bir endosperm yarana bilər. Baxaq, burada elə cavab hansıdır? Ola bilməz deyir, ola bilər. Mayalanmada iştirak edən tozcuq dənəciyi xeyr, tozcuq dənəciyi Y xromosomlu olmayacaq. Çünki dedik, erkəyi homogametdir. Ola bilər, əgər mayalanmada iştirak edən üşüyüm kisəsi X xromosomlu makrospordan X xromosomludan əmələ gəlsəydi, onda mərkəzi hüceyrə XX olmalıydı. Çünki oradakı rüşeym kisəsindəki bütün hüceyrələr artıq X daşıyacaqdı. Bu ola bilməz yazır. Ola bilər, əgər mayalanmada iştirak edən rüşeym kisəsi Y xromosomlu makrospordan əmələ gələrsə, bəli, biz gördük ki, Y xromosomlu makrospordan əmələ gələrsə rüşeym kisəsi, bu zaman mərkəzi hüceyrə Y xromosom dəstinə malik olar və endospermdə Y X xromosom dəsli ola bilər. İnsanın tənəffüs sistemində oksigenin hemoqlobinlə birləşməsi bu baş verir alveolları əhatə edən kapilyarlarda. Məməlilərin ifrazat sisteminin şəkli verilib. Burada quşların ifrazat sistemində olmayan hissələri istəyir. Böyrəklər quşlarda da var, sidik yaxarları quşlarda da var. Quşlarda sidik hissəsi reduksiya uğramışdır. Sidik kanalı isə zaten yalnız məməlilərə məxsus bir hissədir. 3 və 4 quşlarda müşahidə olunmayacaq. Növbəti sual. Kişinin cinsiyyət sisteminə aid verilən orqanların hansında və ya hansılarında əmələ gələn hüceyrədə baş verən mutasiyanın sonraki nəslə ötürülməsi ehtimalı vardır? Təbii ki, toxumluqlarda cinsiyyət hüceyrələri əmələ gəlir və burada baş verən mutasiya cinsi hüceyrələr olduğuna görə növbəti nəsillərə mayalanma zamanı ötürülə bilər. Doğru cavab X. İngiltərədə ananın biri qara, digəri isə ağ dərili olan əkiz qızları dünyaya gəlib. Əgər biri qara, biri ağ dərilidirsə, demək bunlar bir-birlərinə oxşamadıqlarına görə eyni yox, müxtəlif yumurta əkizləridir. İndi oxuyaq, variantların düzgün olanını seçməliyik. Bu əkizlərin əmələ gəlməsi üçün mayalanmada bir ədəd qamçılı qamət. Xeyr, bunlar müxtəlif yumurta əkizləri olduğuna görə müxtəlif zigotlardan əmələ gəlib və hər bir zigotun əmələ gəlməsi üçün bir X daşıyan spermatozoidlə bir X daşıyan yumurta hüceyrə mayalanmalıdır ki, 2 müxtəlif yumurta əkizi olan qız uşaqları dünyaya gəlsin. 2 qız bu şəkildə dünyaya gələ bilər. Ana bətnində olan eyni göbəkçəyəsi ilə qidalanıblar. Eyni göbək, ümumiyyətlə istəyir eyni yumurta əkizləri olsun, istəyir müxtəlif yumurta əkizləri olsun, hər bir döl özünün göbəkçəyəsi var və bununla qidalanır. Yəni burada 2 göbəkçəyəsi var, hər bir qız üçün ayrı. Onların somatik hüceyrəsində xromosom müxtəlifliyi eyni deyil. Bunlar hər ikisi də qızdır və qızların somatik hüceyrəsində xromosom, ümumiyyətlə homogametlərdə, qızlar da insanda qadın
cinsi homoqametdir, XX xromosom dəstinə malikdir və onların somatik hüceyrəsində xromosom müxtəlifliyi N, yəni haploid dəstinə bərabərdir. Ona görə də bunlarda hər ikisində xromosom müxtəlifliyi 23 olacaq somatik hüceyrədə. Eyni deyirsə yanlışdır. Onlar ana bətnində eyni ciftlə qidalanıblar. Xeyr, müxtəlif yumurta əkizlərinin hər birinin ayrı cifti olur. Bu əkizlər morfoloji kriteriyalarına görə eynidir. Bəli, bu doğru cavab olacaq. Bizdən doğru cavabı istəyirdi. Ona görə ki, bunlar eyni növə aiddirlər. Eyni növün morfoloji kriteriyaları da eyni olur. Yəni, onların xarici görünüşlərinə görə, dərisinin rənginə görə bir-birindən fərqlənməsi bu o demək deyil ki, onlar başqa növlərdirlər və morfoloji kriteriyaları da fərqli olmalıdır. Xeyr. Ona görə burada eynidir deyirsə doğrudur. Aşağıdakı ifadələri avtotrof və heterotrof nəzəriyyələrinə görə uyğunlaşdırın. İlkin canlılar hazır üzvü maddələr istehlak edirdilər. Heterotrof nəzəriyyənin, fərziyyənin fikridir. İlk orqanizmlər qeyri-üzvü maddələrdən öz qidalarını sintez edirdilər. Bu da avtotrof nəzəriyyəyə görə belə hesab olunurdu. Bu nəzəriyyəyə görə ilk canlılar heterotrof idilər. Bu da heterotrof nəzəriyyəyə aiddir. İlk canlılarda qidalanma fotosintez və homosintez prosesləri ilə, yəni yenə də avtotrof qidalanma deyir. 1BD, 2AC. 1BD, 2AC. Növbəti sual. Sxemdə biosferdə maddələrin dövranı təsvir olunub. Əgər saprofitlərin fəaliyyəti tam dayanarsa, ilk olaraq hansı proses baş verər? Saprofitlər mikroorqanizmlərin fəaliyyəti nə işlə məşğul idilər? Onlar üzvü balıqları parçalayırdılar və cansız aləmdən maddələrin canlı aləmə ötürülməsini təmin edirdilər. Çünki sonra da avtotrof bitkilər bu parçalanma məhsullarından, bu minerallardan istifadə edərək üzvü maddə istehsal edəcəkdilər. O zaman burada nə istəyir bizdən? İlk olaraq hansı proses baş verər? Əgər mikroorqanizmlər, yəni saprofitlərin fəaliyyəti tam dayanarsa. Otlayan heyvanların sayı artar. Bitkilər üçün lazımi minerallar torpaqdan azalar. Belə cavab bu olacaq. Çünki indicə izah elədik ki, onlar minerallaşmanı təmin edir, hansı ki, bitki bundan istifadə edəcək. Və lazımi minerallar torpaqda azaldığına görə fotosintez prosesi də zəifləyəcək. Atmosferdə karbon qazının miqdarı sürətlə artmaz. Ölmüş orqanizmlərin parçalanmadığı üçün torpağın məhsuldarlığı artar, əksinə azalardı. Ot yeyən heyvanlar öz enerji ehtiyacını birbaşa günəşdən qarşılayır. Necə qarşılasınlar, onların xlorofil pigmenti yoxdur. Qrafikdə verilənlərə əsasən düzgün fikirləri seçin. Burada qrafikdə qum siçanının müxtəlif aylarda sutkalıq fəallığı əks olunmuşdur. Yayda günün bütün saatlarında fəal olublar. Baxaq, yay, bax, iyun ayıdır. Hanı günün bütün saatlarında ən isti vaxtlarda gediblər dincəlməyə. Deməli, bu düzgün fikir deyil. Biri götürməyəcək. Sutkalıq fəallıq aylar üzrə dəyişir. Bəli, noyabrda fərqlidir, oktyabrda fərqlidir və s. Bu doğrudur. Yəni, qrafikdən görürük bunu. Payızın əvvəlində, payızın sonu ilə müqayisədə daha fəal olur. Payızın əvvəli sentyabrda, payızın sonu noyabrda. Görürəm ki, daha fəaldır. Noyabrda isə baxın, məhdudlaşıb onun fəaliyyəti. Sutkanın yalnız az bir saatında daha saxlayıb da aktivliyini. Digər saatlarda isə soyuqlarla əlaqədar və ya qida çatışmazlığı ilə əlaqədar, daha doğrusu bilavasitə olaraq bundan əlaqədardır. Çünki qum siçanı istiqanlıdır da, belə deyil. Buna görə də, bəli, bu fikir doğrudur. İstiqanlı canlı olduğuna görə gün ərzində fəallıq dəyişmir. Niyə dəyişmir? Baxıram ki, gün ərzində fəallığı dəyişibdir. Məsələn, elə təkcə iyuna baxsam, görürəm, səhər və axşam saatlarında daha fəaldır. Səhra heyvanıdır. Günün isti saatlarında isə gedir, gizlənir bir yerdə özü üçün dincəlir. Deməli, dəyişmir dediyinə görə bu yanlışdır. Düzgün cavab 2-3. Sxemə əsasən düzgün fikri müəyyən edin. Producent, konsument, reducent və rum rəqəmləri ilə 1, 2, 3 olaraq qeyd ediblər. 1. Atomların biogen miqrasiyasında iştirak edə bilməz. Düzgün fikri istəyir. İştirak edə bilməz. Niyə etməsin ki? Bütün canlılar atomların biogen miqrasiyasında iştirak edirlər. Saprofit yolla qidalanan canlı ola bilməz. 2. 2. Saprofit yolla qidalanan canlı ola bilər. Məsələn,
Bu göbələyi konsumentdir deyirik və o sonradan qidalanma tipini dəyişə bilər. Ağac məhv olandan sonra üzvü qalıqlarla qidalandığına görə biz onu artıq saprofit hesab eləyirik. Yəni saprofit qidalanan canlı ola bilər və yaxud başqa bir nümunə deyə bilərəm sizə. Məsələn, göbələklər ağac kökləri ilə mikoriza əmələ gətirə bilir. Bu zaman onlar həm deməli redusentdirlər, çünki torpaqda olan üzvü qalıqları parçalayırlar xüsusi ferment sistemi vasitəsilə və onu ötürürlər bitkiyə. Eyni zamanda da bitkidən hazır üzvü maddəni alırlar. Yəni konsument rolunda çıxış eləyirlər. Ona görə ola bilməz dediyinə görə bu yanlışdır. 3 virus ola bilər. Bu da yanlışdır. Viruslar redusent deyirlər. 2 və 3 eyni aləmin nümayəndəsi ola bilər. 2 konsument, 3 redusent. Eyni aləmin nümayəndəsi ola bilər. Ola bilər. Məsələn, bakteriyalar həm redusentdirlər, həm də konsument ola bilirlər. Göbələklər həm redusent, həm konsument. Göbələk və bakteriyalar həm redusent, həm də konsument rolunda çıxış eləyə bilirlər. Ola bilər deyir, bizdən düzgün cavab istəyirdi. Bəli, bu doğrudur. 1-4 aləmin nümayəndəsi ola bilər. Produsent 3 aləmin nümayəndəsi ola bilər, amma göbələklər aləminin produsent nümayəndəsi yoxdur. Ona görə bu da yanlış fikirdir. Maddələr dövranının əsas mərhələləri, bu da yenə dərsliyimizdə olan cümlələrdir. Maddələr mübadiləsinin mərhələləri, orqanizmə xarici mühitdən maddələrin daxil olması, istifadə olunması, digər maddələrə çevrilməsi və artıq məhsulların da xaric olunmasıdır. Qadın və kişinin yetişmə zonasına daxil olan cinsiyyət hüceyrələrinin sayı eyni olmuşdur. Yəni, tutaq ki, n qədər qadının, n qədər də kişinin yetişmə zonasına daxil olur. Yəni, yumurtalıq və toxumluqların yetişmə zonasına eyni qədər daxil olur. Və o zaman biz bilirik ki, qadında sonda elə n qədər qamət əmələ gələr, kişidə isə 4n qədər qamət əmələ gələr. Və deyir ki, alınan yönəldici cisimciklərin sayı 60 olmuşdur. Və n qədər daxil olubsa, 3n qədər də yönəldici cisimcik əmələ gələcək. Yəni 3 qatı qədər. Deməli, bunun 3n-i 60-dır. 3n-i 60-dırsa, o zaman n də bərabərdir 20-yə. Deməli, 20-ni tapdıq. Elə toxumluğa da 20 ədəd demək daxil olur. Bu zaman 20 qamət qadında əmələ gələcək. 20 vur 4. 80 dənə də kişidə əmələ gələcək. Və nə istəyir bizdən? Cəmini istəyir. 20 üstə gəl 80 bərabərdir 100-ə.